belə. İran yönümlü satqın manqurdun çıxışına baxın, sonra bizim də cavablarımızı ardından dinləyin. İlham Əliyev, lal olubsan. İsrail Təbrizi hər yerdən çox vurur İranda. Urmiyanı, Təbrizi, Ərdəbili. Niyə səsin çıxmır bə? Bir kəlmə cürətin var İsrailin ordunda söz danışasan, eyvələ tüh-tüh deydin, dən vururdun tühlərdən. Və danış da, kəsibsən səsin. Hə, deməli, atalar düz deyiblər. Ölkə nə qədər uzun olsa, gəlib doğanaqdan keçər. Ya o həmişə yolun bir tərəfində bitməz və ya qapı bir dabanlıqda fırlanmaz. Və nə oldu? Dünənin hədədə hərbə biçirdiniz. Əyalət mollası Seyid Həsən Amiliz İranın o dəhənzindən bir damlasını istəyirdi. Azərbaycana buraxıb və sel kimi yuyub apara. Şirin quyruğundan deyirdi, oynama indi, şirin quyruğunu kəsib arasına veriblər. Şurayı Emniyeti Milli'den istiyor Merz'in bu tayında. İzaze versin bizim sipahımız. İran'ın o kudretini o dehenzinden bir getirin görsəsin. Ve öz razmayişiyle, manovriyle amelen olarak desin, in dom şir است. Ve bazı mecir. Şirin kuyruğuyla oynama. Həmin o şirin quyruğundan vurun, F-35 qırıcılar düşsün də. Bir də, siz də unutsaz. Biz unutmamışıq. Ermənistanın Azərbaycanın %20 torpaqlarının işğalının əleyhinə BMT-də ya Birləşmiş Millət Təşkilatı və ya sizin başa düşəcəyiniz Sazman-ı Millətdə qətnamə sadir olanda, rəy veriləndə İranın nümayəndəsi orada olarkən hiləgərcəsinə oradan yayılaraq istəmədi ki, Ermənistanın zərərinə səs versin. İndi gedin o sərhədlərini qırmızı cızığı tanıdığı və elan etdiyiniz aralardan istəyin ki, gəlsin İsraildən xahiş eləsin ki, sizi vurmayasın. Bir də insan nə qədər də alçaq olsa, heç olmasa özünə dünyanı güldürməz. Bu aneyincan Təbriz olsun, Ərdəbil olsun, ümumiyyətlə İranın bütün ərazisində İsrail bir dənə mülki avadanlığı, yaşayış binalarını, bir fərdi, şəxsi heç kəsi bombardıman etməyib. Ancaq hərbi və ya nizami obyektləri, raket və ya muşək istehsal olunan, düzəlilən yerləri vurub ki, o da məşru və ya legal hədəflərdir. Çünki onları vurmasa, siz 46 ildir deyirsiniz, bunlarla biz inkişaf elətdirib və İsraili yer üzündən siləcəyik. İndi zamanı gəlib xoşbəxtçilikdən İsrail başarıb ki, sizi yer üzündən silə, özün və İran cəmaatı və ümumiyyətlə dünyanı bir şeytanı hakimiyyətdən qurtara.